Sabahınız xeyir. Səhər-səhər oyandım, özüm üçün çay hazırladım belə. Gün havada qar yoxdur. İsti var hətta biraz da. Biraz da bal əlavə edəcəm içinə. Çünki neçə gündür şəkər, çörək istifadə eləmirəm. 5 gün oldu səhv eləmirəmsə. Və ən son yeməyimi saat 4-də yeyirəm. Hər şey yeyirəm demək olar ki, amma az-az yeyirəm. Saat 4-ə qədər yeyirəm. 4-dən sonra artıq dayanıram. Yaşıl çay, normal çay içirəm, amma yemək yemirəm. Bir dənə də belə bal əlavə edirəm. Balın bu pətəkli hissəsini çox xoşlayıram. Son zamanlar çox az yeyirəm deyə mənim təzyiqim tez-tez düşür. Ona görə şəkərdən istifadə eləmirəm. Daha xeyirli olan baldan istifadə edirəm. Pətək hissəsini də xüsusən çox xoşlayıram. Dəhşət dadlı olur. Belə. Mətbəx dəzgahının üstünə belə gündəlik istifadə elədiyim ədvaları yığıram. Salça, duz, şəkər tozu, nanə, pul biber, nar şərab və yaşıl çaydır burada. Bunlar qablar çox qəşəngdir, bəyənərək istifadə edirəm. Sadəcə nanə və pul biber üçün maraqlı bir qab tapmamışam. Həm də bunlara uyğun bir şey axtarıram. Ona görə hələlik belə balaca bir qaba doldurdum. İnşallah onları da tapıb qəşəng səliqəli dolduracam, onlara belə qalsın. Gündəlik istifadə eləmək üçün rahat olsun. Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Yeni bir vlog başlayıram. Kanalıma abunə olmağı və bəyənməyi unutmayın. Xoş izləmələr hər birinizə. Mətbəx xalçamızı hər gün tozsoranlayıram. Xalçanın mətbəxdə istifadə elədiyimiz üçün rənglərini biraz belə tünd seçdik. Əslində bunu bibim bizə hədiyyə edib, sağ olsun. Hər gün tozsoranlamağıma baxmayaraq gətirdim, şotka ilə də təmizlədim ki, yox dedim, nəsə ürəyimə yatmır, tam təmiz olsun. Yaxşı ki, şotka ilə təmizlədim. İnan, şotka ilə təmizləyəndə nə qədər qırıntılar çıxdı. Demək ki, tozsoran kifayət eləmirmiş xalçanı təmizləyəndə. Cihazımda elə əşyalar var ki, onlardan 2 dənədir. Birini istifadə edirəm, digərini isə saxlayıram. Yoldaşımın evi Türkiyədədir. Köçdüyümüz zaman aparacağıq əşyalarımızı. Yeni qalan əşyalarımı oradakı evimizdə qurmaq üçün. Mamam mənə cehiz olaraq istədiyim hər şeyi tək başına alıb verib. Allah razı olsun, həqiqətən. Heç nədə gözüm qalmağına imkan verməyib. Biz müvəqqəti olaraq Azərbaycanda kirayədə qalırıq və tutduğumuz ev elədir ki, hər bir əşyası var və təzədir. Buna baxmayaraq mən evin bütün əşyalarını yığıb bir kənara qoydum, öz cehizimi düzdüm. Çünki heç kimin əşyasını istifadə eləməyi xoşlamıram, rahat olmuram. Öz düzənim, öz malım olmalıdır. Bizdə belə bir adət var qohumlar arasında. Yeni evlənənin cehizində əksik olan əşyaları alıb kömək edirlər. Məndə də dayım və bibim bəzi əşyalarımı hədiyyə elədilər mənə, sağ olsunlar həqiqətən. Əlavə olaraq toydan sonra gəlini görmək üçün qonaq gələndə də bəzi hədiyyələr gətirirlər. Bu tozsoranda cehizimdə bibim hədiyyə elədiyi əşyalardandır. Toydan sonra açıb baxmamışdım. Mama aldığı tozsoran daha rahat gəldi mənə. Ona görə də ilk onu açıb istifadə elədim. Bunu saxladım. Öz evimizdə istifadə edərəm deyə. Bu tozsoranları da çox sevirəm. Keyfiyyətli olur. Volt gücü də çox olur. Quraşdırdım mən bu tozsoranı. Bunun torbası da deyəsən buradadır. Açın.
Çoxdan da belə toz soran istifadə eləmirəm deyə biraz mənə şey gəldi. Rahat gəlmədi. Yox. Burada başlıqlar da. Burada başlıqları var imiş. Mən deyirəm bunun başlıqları hamıdan baxın. Bu şey üçündür. Divanın falan üstünü təmizləmək üçün. Dibləri falan təmizləmək üçün. Bir dənə də bu da şeylidir deyəsən. Bu da elə deyəsən divan üstü üçündür. Və yaxud belə dib yerlər olarsa, dib yerlərə böyük başlıq girmir axı. O böyük başlıq girmir. Bu daha uyğun olur. Lap dibləri süpürmək üçün. Buradaymış. İlk dəfədir başlıqların toz soranın içində olduğunu görürəm. Açıb yoxlamaq istədim. Nə vəziyyətdədir, necə bir şeydir falan deyə. Biraz xalçanın üstünü təmizlədim. Çox yaxşıdır, güclüdür. Özəlliklə xalçanın üstünü bununla təmizlədim ki, baxım görüm necə təmizləyir. Tərtəmiz etdi həqiqətən. Çox bəyəndim, çox keyfiyyətlidir. Mənim hal-hazırda istifadə etdiyim toz soran budur, Fantomdur. Bu mama alıb. Bunda 250 manata alıbdı. Fantomun ən son çıxan modelidir bu. 50 manata olan da var idi. O da pis deyildi, amma mən bunu istədim. Çünki bunun gücü daha çox idi deyə. Həm də ki, rahatdır. Çox yüngüldür. Bunu belə göstərəcəm indi qoşub. Çox rahatdır. Bir dənə məndə nə problem olmuşdu? Problem deməyim də, alışana qədər o adamı yorur. Bu zibil yığılan hissəsi, qab hissəsi, yəni torba deyil, bunda kalçukdur. Əslində torba olmamağı çox rahatdır. Çünki torbanı yuyursan, qurudursan, çöpüylənir falan, amma bu adi kruşkadır da, qabdır. Ona görə çox rahatdır. Bir dənə məni narahat eləyən o hər dəfə sökəndə biraz gərək onu şey eləyəsən, tam yerinə oturdasan da, bu kalçuk yerinə. Onu da əlini öyrəşəndən sonra rahat çıxardıb taxmaq olur. Bunu biz Şahin Electronics'dən almışdıq. Bakıda olanda elə aldıq. Çox qəşəng işləyir də, yəni gücü, sürəti falan çox qəşəngdir. Hər dəfə mən bunu boşaltmıram. 1-2-3 dəfə istifadə edəndən sonra bunun bu zibil qab hissəsini boşaldıram. Yəni gücü falan da çox yaxşıdır bunun da. Belə bir dənə də asılacaq stoykası var. Şnurkasını falan asırıq. Qoyuruq belə. Rahat olur. Evin bir küncünə qoyursan rahat olur, işləyir. Hələ ki, digər toz soranımı işlədirəm. İkisini də eyni anda işlədib xarab eləmək istəmirəm. Bunu da inşallah öz evimizə köçəndə istifadə eləyərəm. Məndə elədir ki, bəzi əşyalardan 2 dənədir. Onların birini işlədirəm, birini saxlayıram. Çünki hər ikisini xarab eləmək istəmirəm. Biri işimi görürsə, niyə ikisini də eyni anda işlədim. Belə bir dənə açdım, yoxladım. Görüm nə vəziyyətdədir. Çünki toydan sonra heç yoxlamamışdım da. Ona görə açdım, yoxladım. İndi şnurkasını da falan yığıram içinə. Yığacam bunu təzədən qutuya. Belə. Bir də bu toz soranda bu şunur falan yığmaq məsələsi adamı yorur. Amma digərində asırsan şunurunu stoykanın üstünə qalır elə. Belə. Gərək hər dəfə şunurları yığasan. Bizdə evdə də mamada bunlardandır. O da bunlardan xoşlayır deyə elə bunlardan aldı o da özünə. Gücü falan çox yaxşıdır, amma həqiqətən sürəti dəhşət yaxşıdır. Burada 2400 volt yazılıb, amma həqiqətən xüsusən xalça falan üçün çox yaxşıdır, çox güclüdür. Ona görə bunu da eyni anda çıxardıb xarab eləmək istəmirəm. İnşallah yeni evimizə köçəndə də bunları istifadə eləyərəm.
Az da olsa bu gün yenə qar yağırdı. Qarlı hava o qədər ləzzət edir adama. Hər kəsin ruzisini Allah bol eləsin, bu havada işləməyinə ehtiyacı qalmasın. Çünki soyuqda insan evdən çölə çıxmaq istəmir. Tam ev abu havası yaranır adamda. Belə bir maraqlı qabım var. 6 dənəli servis şəklindədir. Hələ ki heç istifadə eləməmişəm. Bunları daha çox mən spoonful və ya puding qabı kimi istifadə eləyəcəm. İnşallah spoonful hazırlayıb videosunda sizinlə paylaşacağam. Qablar çox qəşəngdir, sadədir, amma çox qəşəngdir. Görünüşü falan çox bəyənirəm bu qabları. Çıxartdım ki, kənara qoyum, əl altına qoyum istifadə eləmək üçün. Bu videoda hələ ki açıb istifadə eləmədiyim bəzi əşyalarımı paylaşıram sizinlə. Belə bir maraqlı iki tərəfli tavan var. Bu tavanı əsasən balıq qızartmaq üçün istifadə olunur. İki tərəflidir. Bir tərəfi ızqaradır, bir tərəfi normaldır. Izqara tərəfində köftə falan da hazırlamaq maraqlı olar. Balıq, köftə də hazırlamaq maraqlı olar. Eyni zamanda ızqarada tost falan da hazırlamaq yaxşı olur. Bu tavada da bir gün ya balıq, ya köftə hazırlayıb sizinlə paylaşacağam. Tavanın kənarları vakuumlu rezindir və qulpu da maqnitlidir. Bu ona görə xoşuma gəldi ki, qoxunu çölə buraxmayacaq. Balıq falan bişirəndə kəskin qoxusu olur. Qoxunu çölə buraxmayacaq və tavanı çevirəndə o dağılmayacaq. Qapağın ağzı açılıb dağılmayacaq. Buna görə çox rahatdır. Axırıncı videomdan sonra dostlarımın dəstəyinin çox artdığını gördüm mənə və heç gözləmədiyim insanlardan çox yaxşı videolar çəkirsən, mən səni dəstəkləyirəm mesajlarını aldım. Təsəvvür edə bilməzsiniz, bu mənim üçün necə önəmlidir. Çünki vaxt var idi, YouTube-a başlamaq istəyirdim, amma nə çəkəcəm, necə edəcəm, telefonum yaxşı deyil, millət iPhone-la, bahalı kameralarla çəkir. Mən Samsung-la nə çəkəcəm, nə danışacam deyirdim. Amma başlayandan sonra bunların hamısını mənim beynimin bəhanəsi olduğunu gördüm. Oriflame Giordani Gold markasının tonalisidir bu və mənim üzümü səptirməyən tonalini tapa bilmək mənim üçün böyük bir şansdır. Çünki üzlərim çox həssasdır və allergiyaya meyillidir. Tərkibində SPF də var və mən uzun müddətdir bunu istifadə edirəm, çox da razıyam. Mən aldığım müddət 50 manatdan 25 manata çox ciddi bir endirimə düşmüşdü. Üzlərimdə ağırlıq hissi yaratmır və çox yüngüldür. Eləcə də örtücülüyü möhtəşəmdir həqiqətən. Mən çox istifadə eləmirəm deyə hələ ki içində çox qalıb, amma bitsə mən yəqin ki bu markanı dəyişməyəcəm, elə bunun eynisindən alacağam. Vloqumu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Abunə olmağı və like eləməyi unutmayın. Hələlik.